Bismillahirrahmanirrahim. Bugünkü dərsimizdə fars dilində şomar ədədi daha doğrusu ədədi mövzusunu öyrənəcəyik. Şomar ədədi, yəni bizim dilimizdəki numarativ sözlər nəzərdə tutulur. Yəni bu kəlmə ilə. Məsələn, bizim dilimizdə numarativ sözlər daha kasabdır, nəinki fars dilində. Fars dilində demək olar ki, əksər isimlər üçün xüsusi bir numarativ söz işlənir. Və mən bunları lövhəyə yazmışam. Düzdür, bunların sayları çoxdur, hətta 40-a qədər qalxır bunların sayları. Lakin mən əsaslarını lövhəyə yazdım. Bu numarativ sözlər saylarla birlikdə işlənir. Biz bundan öncəki dərsimizdə sayı keçdik. Sayı ona görə keçdik ki, çünki numarativ sözlər saylarla işlənir. İlk öncə sayları öyrənməliyik ki, sonra numarativ sözlərin, yəni şomar ədədinin saylarla işlənməsini öyrənək. Məsələn, bizim dilimizdə var 5 insan dedikdə 5 sözündən sonra nəfər sözünü gətiririk. Bu nəfər sözü numarativ sözdür. Yəni, numarativ sözlə bunu nəzərdə tuturam. Və yaxud 5 qoyun dedikdə 5 ilə qoyun arasına baş sözü gətiririk. 5 baş qoyun. Bu baş sözü numarativ sözdür. Yəni, numarativ sözlər saylarla isimlər arasında sanki bir izah edici söz rolunda çıxış edir. Yəni 5 qoyun. Yəni 5 qoyun dedikdə biraz qapalı olur, amma 5 baş qoyun dedikdə biraz məna daha aydın olur. 5 insan dedikdə məna biraz qapalı olur, amma 5 nəfər insan dedikdə isə, yəni sayla isim arasına numarativ sözü gətirdikdə məna daha aydın olur. Yəni numarativ sözlər fars dilinin fars qrammatikasına desək, fars qrammatikasındakı təbirlə desək, şomar ədədi demək, say ilə isim arasında olan mənanı daha da açıq şəkildə izah etməyə xidmət edir. Bu sözlər hansılardır? Yəni numarativ sözlər hansılardır? Bunları lövhəyə yazmışam. Məsələn, birinci nəfər sözüdür. Nəfər sözü insan üçün işlənir. 5 nəfər insan dedikdə 5 ilə insan arasına nəfər sözü bu numarativ kəlmə gətirilir. Bunları daha yaxşı görməniz üçün biraz yaxınlaşdırım. Demək, insan üçün nəfər işlənir. Məsələn, 5 insan desəm, o zaman 5 nəfər insan. 5 nəfər insan deyəcəm. Heyvanlar üçün, məsələn, qoyun, quzu, inək, bu cür sözlər üçün rəs sözündən istifadə olunur. Rəs baş deməkdir. Rəs sözünün mənası baş deməkdir. Məsələn, 5 rəs qutsvənd, 5 baş qoyun. Qətər sözü, yəni qatar bizim dilimizdə işlənir. Dəvələr üçün işlənir fars dilində. Zəncir fil üçün işlənir. Şaxə gül üçün işlənir. 5 şaxə gül, yəni 5 belə deyək, dəstə gül bu mənada gedir. 5 dənə gül bu mənada. Sonra növbəti numarativ söz dəstə göyərti üçün işlənir. 3 dəstə göyərti, S dəstə məsələn. Qəbzə qılınc, tüfəng üçün işlənir. Fərvənd təyyarə üçün işlənir, gəmi üçün işlənir. Ərradə top üçün işlənir, yəni döyüşdə istifadə olunan top. Qəvvarə parça üçün işlənir. Məsələn, çəhar qəvvarə parça, 4 kəsim parça. Əslə taxta üçün işlənir. Sonra növbəti təxtə xalça üçün işlənir. Sonra coft
Corab üçün, əlcək üçün işlənir, yəni cüt deməkdir. 5 cüt corab, məsələn 5 cüt ayaqqabı. Mən pant, coft, kəfş yazmışam lövhəyə, onu oxuyacaq birazdan. Məsələn 5 cüt ayaqqabı. Cəld, yəni cild, kitab üçün işlənir. Tub, yəni top, parça üçün işlənir. 5 top parça. Qələm, ədviyyat üçün, dərman üçün işlənir. Sər, ailə üzvləri üçün işlənir. Məsələn, ailədə 5 nəfərik. Məsələn, bu zaman sərdən istifadə edilir. Pənd, sər. Dane və yaxud ta cansız isimlər üçün işlənir. Məsələn, misallar. Pənd, rəs, qusvənd. Pənd, rəs, qusvənd. 5 baş qoyun. 3 coft kəfş. 3 cüt ayaqqabı. 4 qəvvarə parça. Yəni 4 kəsim parça. Bu mənada işlənir. Və bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşərik.